Nəhayət, aylardır davam edən gözləyişlər sona çatdı. Qafqaz Universiteti 22 illik tarixində ideyalar paylaşılmağa dəyər şüarı ilə 29 noyabr 2015-ci ildə TEDx tədbirini keçirdi. Proqram 1-ci, 2-ci və 3-cü sessiya kofe və yemək fasilələri olmaqla saat 11:30-dan 18:00-a dək davam etdi. Tədbirdə 10 spiker iştirak edirdi. Spikerlər bir-birlərinin ardınca maraqlı çıxışlar etdilər. Tədbiri daha maraqlı edənlər isə performerlər oldu. Məşhur yuxu qrupunun baş gitaristi İbrahim Emin və Bəndə qrupunun vokalisti Ramin Bəndə, həmçinin gənc müğənni və Bakı Projectin üzvü, böyük səhnə yarımfinalçısı Samirə Əfəndiyeva tədbirə öz ifaları ilə rəng qatdılar. Hal-hazırda Qafqaz Universitetindəyik. Bugün Qafqaz Universitetində TEDx tədbiri keçirilir. Hal-hazırda tədbirin birinci hissəsi başa çatıb və tələbələr, eyni zamanda spikerlər və gələn qonaqlar kofe fasiləsinə ayrılıblar. Gəlin, izləyək. Tələbələrin və gələn qonaqların maraqla spikerləri dinləməsi onu göstərdi ki, tədbir maraqlı və onlar üçün faydalı keçir. Spikerlərdə tələbələrdən müsbət enerji aldıqlarını və bu tip tədbirlərin yenə keçirilməsinin faydalı olacağını söylədilər. Mən çox müsbət bir enerji aldım, sağ olsunlar və bunun da səbəbkarı məhz burada olan müəllimlərdir, rəhbərlikdir ki, yəni belə insanların intellektual baxımından düşüncələri bu qədər yüksək səviyyədədir. Əslində bu cür tədbirlərin keçirilməsi doğrudan da sözün əsl mənasında uğurludur. Çünki gənclər inkişaf edir, gənclər özlərini tapa bilirlər və gənclərlə digər spikerlərin bir-birlə kontakta girməsi, yeni gənclərin tapılması, hətta biz özümüz də yeni insanlar kəşf edə bilirik ki, bu da bizim üçün də həm də gənclərin öz üçün uğurdur. Hər bir gənc deməli uğur qazanmaq istəyirsə, məhz belə bir tədbirlərdə iştirakı önəmlidir. Mən düşünürəm ki, bu cür tədbirlərin həm Qafqaz Universitetində, eyni digər universitetlərdə də keçirilməsi önəmlidir və mütləqdir. Bu TEDx tədbirini mən əvvəlcədən eşitmişdim. Həm başqa tədbirlərə belə qulaq asırdım, həm çox motivasiya oldu, həm də yeni fikirlərin yaranmasına çox kömək oldu. Onu biləndən sonra Qafqazda təşkil olunur. Mən də istədim bura qatılım və qatıldım. Yəni yaxşı ki qatılmışam deyirəm. Çox şey öyrəndim. Bilirsiniz ki, dünya iqtisadiyyatı bölməsinin müəllimiyəm. Və bugün burada əslində dərsdə danışdığımız mövzuların biraz daha praktiki hissəsindən danışdıq və tələb və təklifi ümumiyyətlə ailə qurmadan əvvəl və ailə qurduqdan sonra necə həyatımıza tətbiq edə bilərik, o mövzuda biz müzakirə elədik. Deməli, burada belə bir məqam var ki, bilirsiniz, TED-in əsas məğzu ondan ibarətdir ki, texnologiya, əyləncə və dizayn və burada yaymağa dəyər ideyalar olmalıdır. Və biz fikirləşdik ki, bizim hardasa o sıxıcı iqtisadi mövzular ki var, yəni onu biz elə bir xoş və yaxşı bir hala gətirə bilərik ki, o daha çox geniş insan kütləsi tərəfindən xoşlansın. Yəni ona görə də bizim buradakı əsas məqsədimiz o idi ki, bu iqtisadi mövzuları daha populyar bir dildə, daha sadə bir dildə deyək ki, auditoriyaya çatdırmaq. Nurlana Hüseynova, Sevinc İsmayıllı, Qafqaz TV.